Salam, hər vaxtınız xeyir olsun. Mən Tapdıq Abbasov. Bu gün sizə yüksəliş müsabiqəsinin analitik təhlil mərhələsi formatında təşkil olunmuş sınağımızın izahını vermək istəyirəm. Birinci sualda rəqəmsala aid bir sualdır. Verib ki, Tapdıq müəllimin keçirdiyi məntiq imtahanında iştirak edən tələbələrin orta nəticələri illər üzrə aşağıdakı diaqramda göstərilmişdir. Baxın, illər verilib burada. Burada isə göstəricilərimiz var. İllər üzrə. Əgər 2016-2024-cü illər üzrə orta illik artım miqdarı hesablanarsa, 2022-ci ildən 23-cü ilə keçiddə baş verən artım həmin orta artımdan təxminən neçə faiz çox olmuşdur, bunu tapmaq lazımdır. Birinci, 16-cı illə, yəni 2016-cı illə 2024-cü illər arasındakı orta illik artımı tapanda 2016-cı ildə olan göstəricini 121,13-ni və 2024-cü ildə olan göstərici 199,63. Bunlar arasındakı fərqi tapırıq. Yəni aradakı fərq olur 78,51. Və orta illik artım dediyinə görə bölürük artımların sayına. Baxsaq ki, burada 8 dəfə artım baş vermişdir. Biz onda götürüb böləcəyik 8-ə. 8-ə bölsək, bu bizə 9,81 verəcək. Yəni, 2016-2024-cü illər üzrə orta illik artım miqdarı 9,81-dir. Bir də 2022-23-cü illərin keçidində baş verən artım nə qədərdir, buna baxaq. 22-ci ildə 171,9, 23-cü ildə isə 185,44. Bunlar arasındakı fərqi tapsaq, bu bizə 14,35 verəcək. 14,35 9,81-dən nə qədər çoxdur deyəndə, dan hansına aiddirsə, yəni 9,81-i 100% götürəcəyik. 14,35 isə x%. Bu da çarpaz vurub hesablasaq, təxminən 146,2 verəcək bizə. Və variantlara əsasən də baxsaq, elə ən yaxın olanı 46,2-dir. Niyə? Çünki biri 100-dür, o biri 146,2-dir. Bunlar arasındakı fərq nə qədərdir? Yəni 146,2 100-dən neçə faiz çoxdur? 46,2% çoxdur. Aradakı fərqi tapdıq. Və yaxud bu iki ədəd arasında fərqə baxanda, yəni 14,35, 9,81-dən nə qədər çoxdur deyəndə, böyük ədəddən kiçik ədədi çıxa bilərik. 14,35-dən çıxarıq 9,81-i, sonra bölərik birinciyə, 9,81-ə və vurarıq 100-ə. Yenə də eyni şey alınacaq və burada promoy cavabın üzərinə gəlib çıxacaq. Cavab olacaq 46,2.